Fazıl müəllim, izləyicimiz belə bir sual yazıb. Bu sual amma şərt daxilindədir. Ya hə cavabı verin, ya yox cavabı verin. Sual belədir. Deməli, Allah elə bir daş yarada bilərmi ki, özü onu qaldıra bilməsin? Ya hə cavabı verin, ya yox cavabı verin. Buyurun. Belə deyək, mən bu sualın cavabını ritorik bir sualla tamamlamaq istəyirəm. Baxın, siz də verəcəyim suala ya hə deyin, ya yox deyin. Atanızdan oğurladığınız pulları geri qaytarmaq fikriniz varmı? Ya hə deyin, ya yox deyin. Maraqlı sözdür. Təkrar edirəm. Atanızdan oğurladığınız pulları geri qaytarmaq fikriniz varmı? Aydındır ki, bu sualın cavabı yoxdur. Yəni, əslində bu sual deyil. Bu söz tələsidir. Və cəmiyyətdə bu sual hər kimə verilsə, ehtiyac yoxdur ki, fəlsəfi, məntiqi dəlillər ortaya qoyulsun. Əlbəttə ki, o hə desə, doğru çıxmış olur. Yox desə də, yenə doğru çıxmış olur. Deməli, bu sual əslində söz tələsidir. Biz də bu sualın cavabında eyni söz tələsindən istifadə eləməliyik. Lazım deyil biz hər hansı bir fəlsəfi mövzuya girək, məntiqi dəlillər gətirək. Sadəcə, həmin bu sualın cavabında ritorik deyəcəyim bu sualı vermək lazımdır. Mənim sualıma cavab verin. Atanızdan oğurladığınız pulları geri qaytarmaq fikriniz varmı? Əslində uşaq yaşlarında uşaqlar da bir-birinə bu növ suallar verir. Məsələn, bir uşaq başqa uşağa deyir ki, səni məndən başqa döyən olur. Aydındır ki, o uşaq desə hə, deməli döyülür. Desə yox, yenə döyülür. Həmən uşaq böyüyəndə gəlir belə bir sual verir. Allah elə bir daş yarada bilərmi ki, özü də qaldıra bilməsin? Əslində bu sual deyil, bu bir söz tələsidir. Fazıl müəllim, bu mövzuda çoxlu debatlar olub, çoxlu müzakirələr olub. Amma sualın özünün məntiqi tələ olmağını siz elə sual verməklə ortaya çıxartdınız. İzləyicimiz də düşünürəm ki, lazım olan cavabı ala bildi.